Salam, sınaq 1-də 3 nömrəli suala baxırıq. A və B ədədləri verilib, A vur B ədədinin tərtibi bu ədədin qiymətli hissəsindən 4 dəfə böyük olarsa eni soruşur. Biz bilirik ki, ədədin standart şəkildə yazılışı R bərabərdir A vur 10 üstü n şəklindədir. Burada A 1-dən böyük və ya 1-ə bərabər ola bilər, amma ondan kiçik olmalıdır. Bizim A ədədimiz verilib ki, 3 ayırsaq bu 1.400.000 ədədi verilib. 1.400.000. Deməli, bu ədədi standart şəkil yazmaq üçün vergülümüz 1 ilə 4-ün arasında olmalıydı. İndi yazırıq ki, 1.400.000-in yerinə 1,4 vur 10 üstü. Vergüldən sonra neçə rəqəm varsa, vergüldən sonra 6 rəqəm var, olacaq 1,4 vur 10 üstü 6. Bu ədədimiz düşdü standart şəklə. B bərabərdir, 5 vurulsun 10 üstü n isə elə standart şəkildədir. İndi bizə A vur B hasili lazımdır. A vur B-ni yazırıq. A vur B bərabərdir. Olacaq 1,4 vurulsun 10 üstü 6 vur 5 vurulsun 10 üstü n. 1,4'ü 5'e vuranda 7. 7 vur 10 üstü qüvvətlər toplayırıq. 6 üstə gəl n. Burada 7 də standart şəkildədir, yəni bu aralığa daxildir. Ona görə heç bir şey dəyişmirik. İndi bizə deyir ki, bu ədədin nə idi? Tərtib neçədir? 6 plus n. Tərtibdir ki, qiymətli hissədən 4 dəfə böyükdür. Qiymətli hissəmiz 7-dir. 7-dən 4 dəfə böyük olan ədəd 28. Yəni, baxın, bura tərtib yazıram. Bu tərtibdir. Bu tərtib. Burada qiymətli hissəmiz neçədir? 7. Tərtibin qiymətli hissədən böyük olması üçün qiymətli hissəni 4-ə vurmalıyam. Bunu 4-ə vurdum. Buradan 6 üstə gəl n bərabərdir 28-ə. N də olacaq 22. Bizdən də n soruşur. Cavab C variantı.